Göyçayda dini qurumlarla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə milli mənəvi kimlik və müasir çağırışlar mövzusunda regional konfrans keçirilib. Tədbirdə Dövlət Komitəsinin və Göyçay rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini ictimai sədrləri iştirak edib. Konfransın əsas məqsədi milli mənəvi kimliyin cəmiyyətin təməl dəyəri kimi önəmini vurğulamaq, gənc nəslin milli dəyərlərlə bağlılığını gücləndirmək, müasir dövrün sosial, mədəni və ideoloji çağırışlarına dair müzakirələr aparmaqdır. Konfrans iştirakçıları milli kimliyin qorunması, onun inkişafı ilə bağlı təklif və tövsiyələrini bölüşüblər. Dini qurumlarla üzrə Dövlət Komitəsi dini maarifləndirmə işinin təşkili istiqamətində regionlarda silsilə konfranslar keçirilir. Bugün Göyçayda keçirdiyimiz regional konfrans bu qəbildən olan sonuncu konfransımızdır. Konfransın məqsədi dini maarifçilik işi çərçivəsində İstər dövlət-din münasibətlərinin tənzimlənməsi, istərsə milli mənəvi dəyərlərimizin təbliği, istərsə din xadimlərinin fəaliyyətinin təkmilləşdirilməsi, istərsə də məzhəbçilik və dini radikalizmlə mübarizə çərçivəsində din xadimlərimizi, eyni zamanda bu sahədə çalışan insanlarımızı maarifləndirməkdən ibarətdir. Və bu məqsədlə də regional konfransda Göyçay rayonu da daxil olmaqla ətraf rayonlardan olan din xadimlərimiz, o cümlədən dini icma sədrləri, din xadimlərimiz, dini icma sədrləri ilə yanaşı, aktiv din xadimlərimizlə yanaşı, aktiv dindarlarımız, eyni zamanda ziyalılarımız iştirak edir. Və burada konfransımızı məqsədli şəkildə panellər formatında təşkil eləmişik. Panellərdə əsas iştirakçılar isə Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri, eyni zamanda İlahiyyat İnstitutunun hətta rəhbərliyi də təmsil olunur. Demək olar ki, Azərbaycanda bu sahədə əsas mütəxəssisləri biz regional konfranslarımızın hamısını, o cümlədən də bugün Göyçayda keçirdiyimiz regional konfransa cəlb etmişik. Və onu da qeyd edeyim ki, regional konfransımız, indiyə qədər keçirdiyimiz regional konfranslarımızın adları müxtəlif olub və bu da səbəbsiz deyil. Çünki biz hər bir konfransımızı keçirdiyimiz regional ərazimizin, regional bölməmizin, oradakı rayonlarımızın din nöqteyi nəzərdən xüsusiyyətlərini nəzərə almaqla təşkil edirik. Cəmilə Nəsir qızı Agil Əsədov, Həcər Həsənova bugün informasiya proqramı üçün.